Gelin bugün sizinle beraber günü tapşırığını yerine getirək. Kosmetik çantamda ne var? Demək, dudak boyamaz benim vazgeçilmezim deyərdim. Göz için zər. Sonra ne var? Bizim sevimli dudak boyamız. 8 saat davamlı tanalimiz. Dudak yağımız. Çantamız için mini boy ətrimiz. Çok güzel de kokusu var kızlar, diyeyim size yani. Mütləq alın o ətirlərdən. Bir daha bir dudak boyamız. Dudak boyaların ağzını açası değil kızlar. Kızım sağ olsun. Hep üstüne koyup ki. Bizim mat dudak boyamızda, yəqin bunu bilmeyen yoktu. Tujumuz. Gözaltı konsilerimiz Color seriyasına aittir. 2 başlıqlı sürmə. Daha doğrusu liner. Bir tərəfi belədir, bir tərəfi isə bir də göstərim sizə. Hamur formada. Gördünüz. Bundan səfət kremimiz stokda yoxdur hal-hazırda. Və retinol tərkibli bizim kremimizdir. Yüz üçün çox gözəldir qızlar. Yəni mən uzun müddət istifadə edirəm. Əladır. Bizim 2XL tujumuz. Sonra dodaq balzamımız. SPF tərkib edir qızlar, baxın. Və makyaj altı bazamız. Möhtəşəmdir. Həqiqətən də ürəyimə qaldı. Karandaşlı qızlar, deməli göz karandaşıdır. Amma mən dodaqdan istifadə edirəm və gözaltı nəmləndiricimiz. Bu qədər.